Telefonlar bağladır. Tələsinə çəkmeye. Telefonlar bağladır. Ha, bağladı telefonları. Telefon zəng gəlməyəcək. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve baraka ala nebine Muhammed ve ala alihi ve sahbihi ve men stenne bi sünnetihi ila yevmiddin. Ve selleme teslimen kethira. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu kavli. نسأل الله التوفيق والسداد والإخلاص آمين أما بعد السلام عليكم ورحمة الله تعالى وبركاته İki neferin misalı Subhanallah tarihte ikisi de zahittir. İkisi de zahittir. Muradı eyni ikisinin de. Baxmayaraq ki halı müxtəlif. Biri fakir, yoksul zahittir ama hakiki zahittir ve alimdir ve imamdır. Fudayl İbni İyad. Fudayl İbni İyad. İkincisi de onun dostudur. Aynı zamanda yaşayıblar. O da alimdir, o da zahittir. Zamanının en varlı insanlarından biri. En varlı insanlardan biri. Bizim tabirle desek milyoner. Bir dəfə onlar görüşürlər. İkisi də zahiddir. Yaxşı, zahidliğini əvvəlcə ispat elə. Hardan bilək ki, doğrudan ikisi zahiddir. Fudayl ola bilsin ki, Subhanallah, 3 günlərlə yemək yeməsin. Yoxsulluqdan, kasıbçılıqdan. Nə var gələn hədiyyə sultandan gəlib. Sultandan heç bir bəxşiş, heç bir hədiyyə qəbul eləməzdi. Ola bilsin, hətta həyat yoldaşı zara gələr və qışqırır ki, ya Fudayl, 3 gündür qarnımıza işinə getmir, bəsdir, bu qədər olmaz. Allah'tan gelen ruzu niye kesirsən? Allah'tan qorx bizə görə. O da evinin çardağından düşər aşağı, qapını açar qəzəbli bir halda və deyər ki, ya əmətəllah, ey Allah'ın kəniz qolu, məni doğraya bilməyəcəksiniz. Vaxtında hər şey eləmişim mənasına gəlir. Mənimlə sizin aranızda bir məsəl var. İnək, yaşı gənc idi, südünü sağdınız, yağ qaymaq düzəltdiniz. İndi iynə heç nə yaramır, qocalıb, taqətdən düşüb kəsmək istəyirsiniz, kəsə bilməyəcəksiniz bu iynəyi. Yəni əl çəkin, mən heç minə qarışmayın. Yəni həqiqi zahid idi və gözü insanların əlində değildi. Və çox böyük heybət və zəhim sahibi idi. Subhanallah. Həqiqi zahid budur. Həqiqi zahid budur. İkinci zahid bundan geri kalmış. Zamanın en varlı insanlarından biridir. Hatta dilene göre en varlı insanıydı. O da zahiddir. O da imamdır. Adı kimidir? İbni Mübarek. Mübarektir. Abdullah İbni Mübarek. Türk balasıdır. Atası köle kul olup, azad olmuş. Atası Türktür. Anası Havarizmi. Yani Arap değil asla. Ne buradan ne buradan. Subhanallah, bunun zahidliğine misal nedir? Bunlar dostlar. İki tane imam, ikisi de imamdı ya. İmam fil hadis ve zuhd ve takva vel vara vel ilm vel fiqh. İkisi de imamdı. İkisi de görüşür. Bir de Fudayl ona der ki ya şeyh, kime diyor? Abdullah. Bu nedir? Bütün dünya senin ayağının altındadır. Yani sanki onu kınıyor da yani bu nedir böyle? Bütün dünya senin ayağının altındadır. Bütün dünya senin iki avucun içindedir. Cevabında Abdullah İbni Mübarek Fudayl'a, ya imam, ben bu dünya sayesinde insanlardan müstəğnayam. Yani onlardan heç nə istəmirəm. Ve bu dünya ile ahiretimi bərpa eləyirəm. Da orada açıklama vermir de benim elə ehsan əməllərim var ki, bir onu Allah bilir, saysam heç say bilmirəm, o mənaya gəlir. Sadece hesabat vermir. Yani ben bu dünya ile, dünya malımla ahiretimi bərpa eləyirəm. Qalan qalığını da qardaşlarıma paylayıram. Ve hamısını taətə müsəxxər edirəm. Cavabında Fudayl deyir ki, İn kânə kəzəlik fələ harac. Eğer sen diyen kimidirse o zaman eyb eləməz. Bakın iki dənə zahid. Yaxşı, bunun zahidliğini neden bilək? Varlı olan zahid. Biz zaten dəfələrlə dərslərdə qeyd eləmişik ki, yani zahidlik yoxsulluqla deyil.
Mahsur değil. Şart değil ki yoksul olsun. O bizimki insan yoksuldu ama zahid değil. Düzdür mü? Yoksul ama zahid değil. Ha? Olabilsin ki insanlardan isteyir, gözü insanların cibinden, malında vesaire. Daima gileylenir, daima değinir. Ama abiddir. Bu insan abid olabilir ama zahid değil. Zahid yani dünya kalbinin içinde olmamalıdır. Dünya kalbinden qıraqda olmalıdır. Bunu bildik. Fudayl zuhd ehlidir, şək yoxdur. Alim ve imam. Abdullah İbni Mübarek'in zahid olmasına olabilsin ki özü gün orta orucuydu ama insanlar nedir? Nafile orucu, mütlak nafile. Yani nafile, mütlak nafile. Olabilsin ki özü gün orta orucuydu ama insanları yedizdirirdi. Günlerin bir günü Abdullah İbni Mübarek dostunun yanına gelir. Kimin? Fudayl'in. Həzin. Qəm, qüssə, kədər içində. Fudayl onu görəndə deyir ki, mələk, həzin. Ne olub, niyə belə hüzün, kədər, qüssə səni belə yedi? Deyir ki, və keyfə lə əhzən. Deyir, necə hüzünlü olmuyor? Yəni, yaxşı, bunun dərdi nədir bu? İkincisinin, bunda olmayan şey yok da, bütün dünyası var bunun. Deyir, necə hüzün olmuyorum, həzin olmuyorum? Başka birisini o özüne dost getirip bizden savayı. Başka birisi ona bizden qabaq yaxınlaşıb. Yani bunların ikisinin bir dənə dərdi var. Necə ondan dost olaq? Subhanahu ve Teala. Allahu Ekber. Fudayl soruyor, mel haber. Ne baş verir? Bir gaden. Sabah sana haberi diyeceğim. İndi hikayesini dinleyin, dəhşət bir hadisə görüb. Deyir ki, ne olub sənə belə həzinsən? Və gör nə baş verir. Sonra danışır ki, deyir, quraqlıq idi, uzun müddət yağış yağmırdı. Fudayl de Məkkə əhlidir. Məkkə imamlarından, Məkkə alimlərindəndir. Və quraqlıq idi, yağış yağmırdı uzun müddət, ta ki vilayət əhli istisqa namazını elan edir. İstisqa namazı birisi ki, cümə xutbəsi kimi bir namazdır. 2 rekatdır. Onun öz əzanı məxsus çağrısı var. Salatul cəmi'ə. Aramsız belə əzan verilər bu şəkildə. İnsanlar toplanırlar və imam qalxar minbərə, xutbə verər. Allah'a bol əllərini bu dəfə açaraqdan yalvarar, əbasını tərsinə geyinər və bundan da qabaq 2 rekat namaz qıldırar, cümə namazı kimi. Bunun da məşru bir əhkamı var İslamda. Buna istisqa ibadəti, istisqa namazı deyirlər. Bunu heç vaxt qılmamısınız, eləmi? Əfsuslar olsun, qılmamısınız. İstisqa namazı da ki, cümə namazı kimidir. Vilayət əhli tərəfindən əmr olunur. Yəni, rəhbər deyir ki, sabah istisqa günüdür və bütün ölkədə istisqa qılınır. Harada qılınır? Camilərdə. Yəni, cümə qılınan böyük məscidlərdə. Tamam mı? Ələxüsus onları cəm edən böyük məsciddə. İndi bunlar hara yığılırlar? Məscid-il Kəbə. Kəbə məscidinə yığılırlar. Məscid-il Harama yığılırlar. Abdullah Mübarək də həmin vaxta təsadüf edirdi, təqdiri ilahidə. Gəlir bir zaviyə, bir küncə gəlir. Abdullah ibn Mübarək arxasında da sütun olur. Həmin küncdə Abdullah ibn Mübarək 2 rəkat namaz qılır Məscid-il Haramda. Sonra sütün arkasına sökənir. Və sütünün bu tərəfindən görsənmir. Bir de görür ki, bir şikəst qul gəldi. Şikəst. Alilun, əlil. Kasıb. Başı, saqqalı, saçı toz torpaq. Paltarı da şikli. Özü də əlil, şikəst. Çox yoxsul. Üzərində ridası var idi, əlavə. Əlavə bir, yəni bunun sanki bir ridası var idi. Onu götürdü, belə yerə attı. Allahu Akbar elib 2 rəkat namaz qıldı. Səcdədə dedi ki, səcdədə belə bir dua elədi həmin qul. Ya Rabbi, Seyyidi və Mevlaya. Ey mənim ağam, Rabbim, Mevlam və Seyyidim. Həvləy xalqik. Bunlar sənin xalqındır. Xəlqin yəni. Gəliblər səndən yalvarırlar. Yağmur diləyirlər. Səndən yalvarırlar. Naam, həuləy müznibun. Bəli, onlar günahkardılar. Muhtiun, sənin şanında xataya düşmüşlər. Muqassirun, hamısı təqsir sahibidir. Hamısının təqsiri var. Muqassirun,
Ve fihim salihun. Aralarında salihler de var. Fela tu'ahidu salihine bil muznibin. Salihlere de ceza verme günahkarlara göre. Dir Mevlaya, ey Mevlam, ve seyyidi benim ağam, ve ya haliki, beni yoktan var eden. Aksamtu bike, sana and veririm senin özünü. Yani Allah'a and verir Allah'ın özünü. İnsandaki cüreti ve cesarete bak. Gör hansı məqama çatır bu yoxsul qul. Aqsamtu bike illa en saqaytahum. Yani senin özüne and verirəm ki, mütləq bunlara yağmur endireceksən. Təsəvvür elə. Deyir ki, bunu eşidəndə Abdullah ibn Mübarək yəni ətür pəşdi də. Bu da xəbəri yoxdur ki, bunu heç kim görmür. Elə zənn edir. Dedim öz-özümə, mən hədə ləz yuqsimu aləllah. Bu kimdir belə Allah'a and verir? Subhanallah. Arkadakinde eşidən xəbər yoxdur. Elə bir ki, təkdir. Onu görən eşidən yoxdur. Təzdən dedi ki, Aqsamtu bike illa saqaytahum. Yani senin özünü sənə and verəm. Ey ilahım və Rabbim, xaliqim, onları həmin yağmur indir. Və deyir ki, göydə bir dənə bulut yox idi. Quraqlıq. Üçüncü dəfə deyəndə bir şimşək çaxdı. Heç bilmədim bu bulut ha vaxt gəldi, ha vaxt genişləndi, ha vaxt doldu. Yağmur elə sürətlə yağma başladı. Dedim, həmin hədis yadına düşdü. Allah'ın qullar arasında qullar var ki, qapılardan qovular. Qapılardan qovular. Başı, saçı, torpaq, qum olar. Yoxsul. İnsanlar onu saymazlar. Allah'a and versə, Allah onun andını yerdə qoymaz. Həmin hədis yadına düşdü. Abdullah ibn Mübarəkın dedi ki, Subhanallah, mən bunu güdəcəm. Görün bu kimin quludur. Və deyir ki, Subhanallah, namazdan çıxanda baxdı, gördü ki, yağış nə yağış. Əmin oldu ki, oradan yağmur yağır. Və hələm də imam minbərə çıxmayıb, hələm də insanlar istisqa namazına gəlir və gözləyirlər. Artıq yağmur yağır. Təsəvvür eləyin. Allahu Ekber. İndi bu qul çıxıb gedib, heç nədən xəbər yoxdur ki, onu görən eşidən olub orada başqa birisi. Abdullah ibn Mübarək başladı onu güdməyə. Gəldi, onu ardıyca gördü ki, bir evə girdi. Dedi, elhamdülillah, evin sahibi məni tanıyır. Dostlar çıxdılar. O da zəngin adamdı. Qapısını döydü. Dedi ki, Abdullah ibn Mübarək o görəndə çox sevinir, öpür, qucaqlayır. Çünki çox böyük nüfuz var idi. Həm imam, həm abid, həm zahid, həm alim, həm muhaddis, həm də ki, çox nüfuzlu bir insan idi. Onu görəndə deyir ki, hoş gəldin ya imam. Deyir ki, gəldim səndən qul alım. 10 qulunu çıxardır. Onu da pəhlivan maşallah. Dişləri də belə mərmər kimi diriyor. Mən bu qullar üçün gəlmədim. Sənin qapına bəhman və filan kəs keyfiyyətlərində, sifətlərində olan bir kəs girdi. O sən qullarından deyil, deyir, doğrudur, mənim qullarımdandır. Gəldim onu istəməyə. Deyir, yox, mən onu sənə verə bilmərəm. Niyə? Deyir, baxmayaraq ki, o mənim qulumdur, mən onu yanımda qul kimi saxlamıram. O şikəstdir. Əmək qabiliyyəti yoxdur, xəstədir. Hətta ola bilsin ki, günü bəkəm dünyasını dəyişdi. Baxma ki, cavandır. Mən onu rəhmətimdən saxlamışam ki, gedəsi yeri yoxdur. Kimin əlinə düşsə, zülm edər ona. Çünki əmək qabiliyyəti yoxdur, qulların da vəzifəsi buna ibarət daxa. Dedi, həmin qulu istəyirəm. Dedi, yox ya imam, o qulu mən sənə sata bilmərəm. O mənim yanımda elə belədir. Dedi, onu mənə satacaqsan. Buğyəti hədəl abd. Mən başqasını istəmirəm. Dedi, axı, ya imam, onun əmək qabiliyyəti yoxdur. O sənin üçün heç nəyə yaramayacaq. Deyir, narahat olma. Mən onu heç işlətməyəcəm. Mən özüm onun xadimi olacağım. Bu şərtlə verirsən, deyir, yaxşı verirəm. Və o qulu alır. Yolda gələndə Abdullah ibn Mübarək onun əlini götürür, öz əlinin içine qoyur. Əlinə tutur, aparır. O da şikəst adamdır. Cavan oğlandı, baxma, şikəst adamdır. Qul ondan soruşur ki, ya imam, limə iştaraytəni? Sən məni ne üçün aldın? Axı, mən heç nə yaramıram. Əmək qabiliyyətim yox, şikəst, xəstə. Axı, mən sənə xidmət elə bilməyəcəm. Qalə ənə xadimuk. Mən səni aldım ki, sənin xadimin mən olum. Deyir, deyəsən, sən nəsə görmüsən məndə. Deyir, bəli.
Dün istisqa namazından qabaq o olayları mən gördüm. O sütun arxasındaydım, sən bilmədin. Baxın gör nə deyir həmin qul. Ya imam, icazə ver 2 rəkat namaz qılım. Deyir, buyur. 2 rəkat namaz qılır həmin qul. Qılıb qutarandan sonra deyir ki, həlləkə liyə həcə. Sənin mənə bir ehtiyacın varmı? Bir ağa kimi nəsə tapşırmaq istəyirsən? Deyir, lə. Heç bir ehtiyacım yoxdur. Deyir ki, o zaman inni zahibun ilə Rabbi. Mən Rabbimin yanına getməyə tərcih elədim. Deyir, qalə lə. Mətti'nə bik. Hara gedirsən? Qoy səndən faydalanaq, qoy səndən yararlanaq. Deyir, taləmə araft, səyərifun nəs. Madəm ki, bu sir açıldı, insanlar da biləcək. Rabbimin yanına getmək, yəni ölmək mənim üçün daha xeyirlidir ki, insanların bunu bilməsi. Qardaşlar, burada çoxlu faydalar var. Amma indiki nədir? Bidat əhlindən olan saxta övliyaları yazır. Həzrəti filan kəs, həzrətlərinin dərgahı, övliyaullah. Və ya nə yazır? Sultan-ül-əvliya, övliyaların sultanı. Və ya nə yazır? Filan tariqat şeyxi, Allah dostu əvliya filan kəsin dərgahı. Və görürsən ki, subhanallah, növbəyə dururlar, burada sağdan öpürlər, növbəyə dururlar, buradan soldan öpürlər, növbəyə dururlar, təbarruk eləyirlər, və s. ilaxır. Vallahi bu sələfin yolu yox, deyil. Yəni sələf öyrədib övliyalığı. Övliya deyilən bir şey var, amma övliyalar bunlardır. Övliyalar bunlardır. Yəni onlar şöhrətdən qaçardılar. Nə deyir? Qali inni zahibun li Rabbi. Eləysə mən Rabbimin yanına gedirəm. Çünki madəm ki insanlar biləcəksə, Rabbimin yanına getmək mənə daha əziz, daha xoşdur. Və deyir ki, Rabbi qbidnis sa'a, Rabbi qbidnis sa'a 3 dəfə təkrarlayır. Rabbim həmən canımı al. 3-cü dəfə deyəndə həmən yerdə keçinir. Adam dünyasını dəyişir. Allahu Akbar. Baxın qardaşlar, necə onlarla biz arasında böyük fərq var. Yəni insan salih əməllərini gizlətməlidir. Şöhrətdən qorxmalıdır. Sələflər elə belə deməyiblər. Mə sadaqal abdu məbtəğəş şöhrə. Şöhrəti axtaran qul Allahla sadiq ola bilməz. Bir qul ki şöhrət axtarır, istər qari kimi, istər imam kimi, istər xatib kimi, istər vaiz kimi. Əgər şöhrət axtarırsa, onun qəlbində bu yer alıbsa, həmin qul Allahla sadiq deyil. Nə deyiblər sələflər? Bunu da sələflər deyiblər. Sələflər yəni 3 nəsil. Sahabə, təbi'in və təbi'in. Nə deyiblər? Mə sadaqal abdu məbtəğəl şöhrə. Bir qul şöhrət axtardıqca Allahla sadiq ola bilməz. Allahla sadiq ola bilməz. Yarhamukallah. Burada kəsək və inşallah keçək ora təzdən qayıdaq. O da nə üçündür qardaşlar?